Sənə bir söz demək istəyirəm, amma ürəyimdən gəlir də deyəcəm sənə. Dönəndə nə gözləyirsən? Bax, özün bilsən ki, mən ailəliyəm. 3 dənə uşağım var da, birinin 13, birinin 12, birinin 6 yaşı var. Bax, mən ailəliyəm, evlənmişəm, ailə həyatı qurmuşam. Bəs sən niyə evlənmirsən qardaş? Sual verirəm sənə. Sənin başın çatmır ha ki. Mən ona görə evlənmirəm ki, qoy nəslimi kəsilsin. Nəslin kəsilsin? Hələ mənim gəsim yoxdur, yaparım mal bazarında satsın. Bədbəsən, nəyə qoyub, nəyə danışsam? Sən məni lox yerinə qoydun. Loxsan da. Bu dəqiqə şaham mən, şah. Axtaranım yox, çağıranım yox. Hərfəsən, nə versən, kimlə gəzsən, kimlə otursan. Elə şey var məndə. Mən qazlıq eləmişəm. Qazsan da, nə qaz? Əkə gidirsən canı. Arvad var, arvad böyük qüvvədir. Allah, qazad adamsan heç. Mən azadam da. Evlənməyən adam azaddır, qardaş, azad. Evləndin, elə bil o bülbülü qəfəsdə saxlayarlar. O vəziyyətə düşsən. Onda mən gedim özümə asım. Heç kontur vurmuram mən. Kim zəncilir, nə itiran var, nə axtaran var. Kef eləyirəm. Mən gedirəm özümə asmağa. Elə asmalı adamsan. Yer. Axırıncı dəfə müğayət ol. Ürəyim harasını boyunda ora gedirəm. Evlənməyəm, mən sənə deyirəm, niyə evlənsən? Hara evlənəm mən? Bəxtəvər adamam.